Salam, hər vaxtınız xeyir olsun. 3-7-ci ay 2020 Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci sualdan başlayaq. Birinci sual çevrə verilibdir. Toxunan, kəsən, bir də toxunan. AB'nin uzunluğunu verib bizə 6. AK'nın uzunluğunu verib bizə 2. YS'nin uzunluğunu verib bizə 4. SD'nin uzunluğunu istəyir. X'i soruşur bizdən. Bura bir, bax bu iç hissəyə bir Y deyək. Demək biz əsas qaydamız var. Qaydamızı bilirik. A, B, S. Toxunanın kvadratı. Çevrədə toxunanla kəsən arasındakı əlaqə düsturu. A kvadrat bərabərdir. B vurulsun B plus S. İndi burada bax 6'nın kvadratı bərabərdir. 2 vurulsun 2 plus Y. Bax bunun hamısı. 2 plus Y. 6'nın kvadratı verir bizə 36. Bərabərdir. 2 vurulsun 2 plus Y. 36'nı 2'ye böləndə ixtisar getdi 18. 2 plus Y bərabərdir 18. Y bərabərdir 16'ya. Deməli Y-i hesabladıq 16. Buranı tapdıq 16. İndi keçək buradan X'i tapaq. X'in kvadratı bərabərdir. Balaca, yəni 4 vurulsun 4 plus 16. 4 plus 16. X kvadrat bərabərdir. 4 vurulsun 16 üstə 4 gələndə 20. X də bərabərdir. Kök 80. 4 dəfə 20. 80 verir. O da bərabərdir. Verir bizə 4 kök 5. Kök 80 16 vur 5'dir. 16'dan kökdən çıxdı 4. Kökün içində 5 qaldı. 4 kök 5. Cavablar arasında SD'nin uzunluğu 4 kök 5 göstərilməyib. Ancaq doğru cavab 4 kök 5'dir. SD'nin uzunluğu. Toxunan və kəsənin xassəsinə əsasən bu nəticəyə gəldik. İkinci sual. B'nin həndəsi hissəsində B7 minus B1 bərabərdir 18. Q bərabərdir 7 olarsa, onun S6 həddin cəmini soruşur. S6'nı istəyir. Həndəs hissələrdə S6'nı tapmaq üçün B1 vurulsun Q üstü 6 minus 1 bölünsün Q minus 1. Q'nun yerinə 7 yazsaq, burada mənə lazımdır B1'i hesablamaq. B7'ni, bax bunu qarşıdan ox qoyum. B7'ni yazaq. B1 vurulsun Q üstü 6. Çıxılsın B1 bərabərdir 18. Ortaq vuruq B1'i çıxarsaq, Q üstü 6 minus 1 bərabərdir 18. Q'nun yerinə 7 yazsaq, Q üstü 6'nı da kvadratlar fərqi. Heç əlimizdə var da bu ifadə. B1 vurulsun Q üstü 6 minus 1'in yerinə, bax bu ifadənin yerinə 18 yazacağım. Q'nun yerinə 7, 7'dən də 1 çıxanda 6, 18 bölü 6 bərabərdir 3'ə. Üçüncü suala baxaq. İlk 184 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin 4'ün 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalını tapın. Deməli biz hesablamalıyıq. 4'ün 3 rəqəmli bölünəni sayını tapmalıyıq. Bölünəni. Demək bizdə ilk, yəni 1'dən 184'ə kimi ədədlərin içərisində 4'ə bölünən ən kiçik verəcəkdir 3 rəqəmli ədədlərdən 100.
1-dən 184-ə qədər olan ədədlər içərisindən 4-ə bölünən ən böyük 3 rəqəmli ədəd. 4-ə bölünən ən böyük 3 rəqəmli ədədin özü elə 184-ün özüdür. Deməli, sayını tapmaq üçün 184-dən ən böyükdən çıxıram ən kiçiyi. 4-ə bölünən deyir deyə 4-ə bölürəm, üzərinə 1 əlavə edirəm. 184-dən 100 çıxdıq. 84, 84 4-ə böldük. 21, 21-in də üstünə gəldik 1. Verdi bizə 22. Deməli, bu ədədlər içərisində 22 ədəd var ki, bu 4-ün 3 rəqəmli bölünənidir. İndi bizə deyir ki, ilk 184 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin 4-ün 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalını tapın. A hadisəsinin ehtimalı PA bərabərdir. 184 ədədimiz var. Ondan 22-si 4-ün 3 rəqəmli natural bölənidir. Bunları da ixtisar aparsaq bərabərdir. Demək, 2-yə getsə 11, 2-yə getsə 92. 92-də 11 A variantı. 4-cü suala baxaq. Dördüncü sualda x minus 1 bölünsün 3 minus x böyükdür 1 bölünsün x minus 3 minus 2. Bərabərsizliyini həll edin. Bərabərsizliyi həll etmək üçün sağdakı ifadəni sola keçirdirəm. X minus 1 bölünsün 3 minus x çıxılsın 1 bölünsün x minus 3 plus 2 böyükdür 0-dan. Demək, mən 3 minus x etmək üçün qarşıdakı ifadəni bax bu şəkildə qarşıya mənfi keçirdirəm. Elə bir qarşıya mənfi keçirdim. Bu oldu müsbət. Bu da oldu yerlərini dəyişdi. 3 minus x kimi yazdıq. Baxıram 3 minus x mənfi, 3 minus x müsbət. Bir də dəyişənin mümkün qiymətlər çoxluğu. Məxrəc nə ola bilməz? X-in aldığımız qiymətlər, yəni 3 minus x fərqli 0 olmalıdır. X də fərqli 3 olmalıdır. Bax, yekunda cavabda dəyişənin mümkün qiymətlər çoxluğunu nəzərə alaq. Bu mənfi, bu müsbət islah getdi. Qaldı nə? X plus 2 böyükdür 0-dan. X də böyükdür mənfi 2-dən. Ədəd oxu çəksək, mənfi 2-ni qeyd eləsək, içi boş qeyd edirik. Mənfi 2-dən böyükdür. Ancaq 3 ala bilməz. 3-ü də buradan içərisini boş götürürəm. Bax buradan. Bax belə. İndi aralıq kimi desək, mənfi 2-dən 3-ə kimi boş mötərizə birləşir 3-dən müsbət sonsuzluğa. Üçüncü sual. Motosikletçi 48 km/saat sürətlə 8 saata yol qət etdi. O həmin məsafəni, bura yazaq saat, bura yazaq sürət. 48 km/saat sürətlə 8 saata yolu qət edirsə, o həmin məsafəni 6 saata hansı sürətlə qət edə bilər? Biz bilirik ki, sürət artdıqca zaman neynir? Azalır. Bu bir kəmiyyət artarsa, digər kəmiyyət də azalarsa, bu kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdir. Tərs mütənasib kəmiyyətləri həll edərkən paralel qaydadan istifadə edirik. X vur 6, 6 vur x bərabərdir 48 vurulsun 8. X bərabərdir 48 vur 8 böl 6. İxtisarımıza aparsaq 8 dəfə 8-in 64. 64 km/saat sürətlə hərəkət etsə, bu məsafəni 6 saata qət edə bilər. 6-cı sual. İki müstəvi arasındakı bucaq 60-dır. Bu müstəvinin hər birindən 5 desimetr məsafədə olan nöqtədən bu müstəvinin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Kəsişən iki müstəvi çəkərkən
İki müstəvinin arasındaki bucaq. Bax, bura verdi bizə 60 dərəcə. Bu müstəvinin hər birindən 5 desimetr məsafədir. Yəni, buradan burada 5 desimetrdir. Buradan burada 5 desimetrdir. Nöqtəni bu müstəvinin kəsişmə xəttinə qədər məsafəni istəyir. Bax, buradan bura kimi məsafəni istəyir. 60-dırsa, onu yarıya böldük, 30 dərəcə verdi. 30 dərəcəlik, bax, buradan belə bir düz bucaqlı şu bucaq almışıq. 30 dərəcədir. Burada 5'dir. 30 dərəcəlik bucaq qarşısında katet hipotenusun yarısına bərabərdir. Bura bir x desək, x bərabərdir. 5 vurulsun 2 bərabərdir 10. 30 dərəcəlik bucaq qarşısındakı katetin xassəsindən istifadə etdik. Belə qısa formada desək, 200'lü müsbət kimi ifadə etsək, deyir ki, bu nöqtədən bura kimi məsafə 5'dir. Bura kimi məsafə yenə 5'dir. Bu bucağı da verib bizə 60 dərəcə. Mən bu bucağın ortasını bax birləşdirsəm, bura verəcək bizə 30 dərəcə, burada verəcək 30 dərəcə. 30 dərəcəlik bucaq qarşısına katet hipotenusun yarısına bərabərdir. 7-ci sual. Y minus x bərabərdir 10. 2x plus y bərabərdir mənfi 23. Bizdən 4y minus x-i ifadəsinin qiymətini hesablanmağı soruşur. Mən bunları 2'ye vursam birinci ifadəni tərəf-tərəfə toplayaq. 2y minus 2x bərabərdir 20. 2x plus y bərabərdir mənfi 23. Tərəf-tərəfə toplasaq verir bizə 3y bərabərdir mənfi 3. Y də bərabərdir mənfi 1. Aparıb yerləşdirsək, birinci ifadəmizdə mənfi 1 çıx x bərabərdir 10. X bərabərdir mənfi 11'ə. Deməli, x'i sağa keçirdim. Oldu müsbət x. 10'u sola keçirdim. Oldu mənfi 10. Yekun cavab 4y, demək 4y minus x istəyir də bizdən. Y-in yerinə mənfi 1 yazacağım. Mənfi 1 çıxılsın, x-in yerinə mənfi 11 yazacağım. Bərabərdir. Bu verir bizə mənfi 4 plus 11. Yekun nəticə cavabımız verəcəkdir bizə. Bax, mənfidir. Cavab da 7 verəcəkdir. Müsbət 7. 8-ci sual. Sekkizdə sinüsü 4 alfa çıxılsın kosinüsü 4 alfa sinüs 4 alfa ifadəsini sadələşdirin. Surətdə biz kvadratlar fərqi görürük. Yazıram bunu. Sinüs kvadratı alfa çıxılsın kosinüs kvadratı alfa. Bir də bunların cəmi. Sinüs kvadratı alfa plus kosinüs kvadratı alfa. Tərzəni bağlayaq. Sinüs 4 alfanı da açsaq, əgər hələ ki saxlayaq sinüs 4 alfa. Deməli, sinüs kvadratı alfa, kosinüs kvadratı alfa verəcəkdir bizə 1. Bax, bu ifadə verir bizə 1. Çünki əsas trigonometrik eynilikdir. Baxırıq yuxarıdakı ifadəyə. Sinüs kvadratı alfa minus kosinüs kvadratı alfa. Bildiyimiz kimi kosinüs 2 alfa bərabərdir. Kosinüs kvadratı alfa çıxılsın sinüs kvadratı alfa. Burada da bunun əksidir deyə qarşıya yazıram. Bax, bu ifadənin yerinə yazacağım mənfi kosinüs 2 alfa. Məxrəcdəki sinüs 4 alfanı da açıram. 2 qat bucaq düsturunda da düsturu kimi. Sinüs 2 alfanın düsturu 2 sinüs alfa kosinüs alfa olur. Deməli, bunu da yerinə yazıram. 2 sinüs 2 alfa kosinüs 2 alfa. İxtisarlarımızı aparsaq, kosinüs 2 alfa ilə bərabərdir. Mənfi, məxrəcdə qalır 2 sinüs 2 alfa, surətdə də qalır 1. 9-cu sual.
9-cu sual. 6ax kvadrat çıxılsın 21 ax kubu bərabərdir. Ortaq vuruq kimi çıxartsaq 3ax kvadratını ortaq vuruq kimi çıxartdıq. Qaldı burada nə? Nəyi ortaq vuruq çıxartmışıqsa həmin ifadəyə bölürük. Deməli olur 2 minus 7ax. Üzr istəyirəm, a yox. 7x. Yəni nəyi çıxartmışamsa, hansı ifadəni çıxartmışamsa, verilmiş hər bir vuruğu həmin ifadəyə bölməyə lazımdır. Onuncu sual. AB çoxluqları üçün NA13 NB bərabərdir 19. A alt çoxluq B olarsa NA birləşir B çıxılsın A. Bu nə hesaba deyir? A alt çoxluğu. A B'nin alt çoxluğudur. Demək bura A'dır, bura isə B'dir. A çoxluğunun 13 elementi var. Bax. Burada 13 element var. B çoxluğunda ümumi 19 elementi var. 13'ü buradadırsa kənarda olacaq 6 element. Bizdən A ilə B-ni birləşdirdik. A ilə B-nin birləşməsi uşaqlar elə verəcək bizə B çoxluğunun özü. B çoxluğunun 19 dənə elementi var. Çıxırıq A çoxluğunu. Bax buradan pozanı götürsəm, A çoxluğunu çıxsam, nə verəcəkdir bizə? 19'dan A çoxluğunu çıxıram. 19'dan A çoxluğunu çıxsam qalacaqdır 6. 11-ci sual. 11. 2'də 1 kəsirinin sürət və məxrəcinə hansı ədədə əlavə etsək, kəsirimizin qiyməti 0,8 alınır. 0,8 də bilirik ki, 5'də 4'ə bərabərdir. 5'də 4. Çarpaz vursaq, 5 plus 5x bərabərdir 8 plus 4x. Məchulları bir yana yığsaq verir bizə x bərabərdir 3. Deməli 2'də 1 kəsirinə, doğrudan da 2'də 1'in üzərinə sürət və məxrəci 3 əlavə etsən verir bizə 5'də 4, o da verir 0,8. 12-ci sual. Sahəsi 8 kök 3. Bucaqlarından biri 120 dərəcə olan rombun kiçik diagonalını soruşur. Bucağının biri 120 dərəcədirsə, biz bilirik ki, rombun bir bucağı, bir tərəfinə bitişik bucaqların cəmi 180'dir. Bura 120'dirsə, bura verəcək mənə 60 dərəcə. Əgər 60 dərəcədirsə, kiçik diagonal tərəfə bərabərdir. Biz bilirik ki, D kiçik bərabərdir A tərəfinə. A tərəfinə. Rombun sahə düsturları var. İki formada sahə düsturu var. Biri demək D1 vurulsun D2 bölü 2. İkinci sahə düsturu A kvadratı vurulsun sinus alfa. Üçüncü sahə düsturu A vurulsun H-a. Mən indi məqsəddən asılı olaraq, əlimdə verilənlərdən asılı olaraq, bax bu iki düsturun bərabərliyini yazacağam. Demək, A kvadrat sinus alfa bərabərdir 8 kök 3. Belə yazacağım. A kvadrat vurulsun sinus 60 bərabərdir 8 kök 3. Sinus 60'ın yerine yazsaq kök 3 böl 2 bərabərdir 8 kök 3. A'nın kvadratı bərabərdir. 8 kök 3'ü bölsəm, 8 kök 3'ü 2'də kök 3'ə bölsəm, kök 3 aşağı gəlir.
Bu yuxarı kök 3'lər getdi, qaldı 16. D kvadrat, A kvadratı 16-dırsa, A bərabərdir 4-ə. Tərəfimiz oldu 4. Tərəfimiz oldu 4. İndi bizdən D kiçiyi istəyir. D kiçik diaqonalını istəyir. Biz də bilirik ki, rombun kiçik diaqonalı ilə əgər bucağı 60 dərəcədirsə, kiçik diaqonal tərəfə bərabərdir. D kiçik, bax kiçik diaqonal ilə tərəfə bərabərdir. Niyə? Çünki bərabər yanlış bucaqdır. 60 dərəcədirsə avtomatik düşür bura 60, 60. Demək ki, bu bərabər tərəfli üç bucaqdır. Deməli, D kiçik bərabərdir 4-ə. Bərabər yanlış bucağın təpə bucağı 80 olarsa oturacağı kiçik bucaqları istəyir. Bərabər yanlış bucaq təpə bucağı 80'dir. Bərabər yanlış bucağın oturacağı kiçik bucaqları bərabərdir. 2 alfa plus 80 bərabərdir 180 dərəcə. 2 alfa bərabərdir 100 dərəcə. Alfa bərabərdir 50 dərəcə. 14-cü sual. 14-cü sual. Kitabxana üçün İngilis, Fransız və Alman dilində kitablar alınıb. Bu kitabların 36% İngilis dilindədir və Fransızca kitablar İngiliscə kitabların 75%-ni təşkil edir. Alman dilində 185 kitab alınıbsa, cəmi neçə kitab alınıb? İngiliscə 36%-dir. Fransızca İngiliscə kitabların 75%, yəni 36-nı vururam 75-ə, bölürəm 100-ə. Yaxud da ki, 36-nın 4də 3 hissəsini tapırıq da. O da verir bizə 4-dən 36, 9, 9 da 3-ün 27. Deməli, fransızca 27%-dir. Alman dilində kitabların faizini tapmaq üçün ümumi 100%-dən çıxırıq 36% plus 27% bərabərdir. 36 ilə 27-nin cəmi verir bizə 63. 100-dən də 63% çıxanda verir bizə 37%. Bizə deyir ki, Alman dilində 185 kitab varsa, yəni 37%-i 185 olan ədədi tapırıq. Cəmi neçə kitab alınıb? Silsək, tənasibimizi quraq. 37% 185-dirsə, 100% neçədir? Çarpaz üsuldan istifadə edək. Yaxud da ki, faizinə görə ədədin tapılması qaydasından istifadə edək. 185 vurulsun 100. 100%. İxtisar getdi. Qaldı burada 5 dəfə. 5-i də 100-ə vuranda 500. Demək ki, kitabxanaya cəmi 500 kitab alınmışdır. 15-ci suala baxaq. 15-ci sualda bərabər yanlı trapesiya verilib. Bərabər yanlı trapesiya verilib. SK-nı verib bizə 5. AK ilə KD buralar bərabərdir deyir. KD verib bizə 4. Olarsa trapesiyanın perimetrini hesablayın deyir. SK ilə AB paraleldir deyir. Bunlar paraleldirsə, bura 5-dirsə, bura da 5-dir. Bura 4-dürsə, bura da 4-dür. Bərabər yanlı olduğundan yan tərəflərdə 5-dir. Trapesiyanın perimetri. Perimetr ümumilikdə fiqurun perimetri tərəflərinin uzunluqlarının cəmini hesablayırıq. 5 plus 5 plus 4 plus 8 bərabərdir 10, 22. Trapesiyanın perimetri verir bizə 22. 16-cı suala baxaq.
16. A bərabərdir 0,5 olduqda A üstü mənfi 3 vurulsun A üstü mənfi 8. A üstü mənfi 9. Əsaslar olanda qüvvət üstlərini toplayırıq, verir bizə mənfi 11. A üstü mənfi 9. Əsaslar eyni olduqda böldükdə, bax, kəsr xətti bölmə əməlini əvəz edir. Böldükdə qüvvət üstlərini çıxırıq. İndi mən mənfi 11-dən çıxacağam mənfi 9-u. O da verir bizə A üstü mənfi 11 plus 9. Verir bizə A üstü mənfi 2. A üstü mənfi 2. Deməli, A-mız da verilib bizə 0,5. Bildiyimiz kimi 0,5 2-də 1-dir. A-nın yerinə, bax, A üstü mənfi 2 almışam da. A-nın yerinə 2-də 1 yazsam, 2-də 1 üstü mənfi 2. Mənfi xidmət edir, ədədi tərsinə çevirməyə. Olur 2-nin kvadratı, o da verir bizə 4. On 7-ci suala baxaq. Kadetlərinin biri 15, o biri kadetin hipotenuz üzərindəki proyeksiyası 16 olan düzbucaqlı üçbucağın sahəsini hesablayır, deyir. Düzbucaqlı üçbucaq. Kadetlərinin biri 15'dir. O biri kadetin, yəni buna bir A yazsaq, hipotenuz üzərindəki proyeksiyası, bax bu. Bu hissə, bax bu qırmızıladığım hissə. Proyeksiyası 16 olarsa, düzbucaqlı üçbucağın sahəsini bizdən istəyir. Kadetlərinin biri 15, o biri kadetin hipotenuz üzərindəki proyeksiyası 16 olan düzbucaqlı üçbucağın sahəsini istəyir. Düzbucaqlı üçbucağın sahəsini iki formada hesablamaq olur. Kadetlər hasilinin yarısı və yaxud da ki, hipotenuza çəkilmiş hündürlük hasilinin yarısı. Burada bir B desəm, 15'in kvadratı bərabərdir. B vurulsun B plus 16. Bunu hansı düsturu tətbiq etdik? Əgər düzbucaqlı üçbucaqdırsa, metrik münasibətlər. A, B, M, N. Bu da S'dir. Katetin kvadratı, A'nın kvadratı bərabərdir. Katetin proyeksiyası vurulsun hipotenuz. M vurulsun S. B'nin kvadratı bərabərdir. B'nin proyeksiyası, yəni N vurulsun hipotenuz S. Bax, bu düsturu əlimdə əsas götürərək, götürürüm. İndi burada 15'in kvadratı bərabərdir. Bunun proyeksiyası B vurulsun B plus 16. Vurub açsaq, B kvadratı plus 16, B çıxılsın 225 bərabərdir 0. Buranda mənfi 225 toplayanda 16 olan ədəd. Toplayanda 16 verən ədəd. Baxaq, görək. Bu hansı ədədlərdir? Buranda 225 olsun. 9 ilə 25'i götürə bilərik də. 9, 25. Deməli, olur nə? B plus 25, B minus 9 bərabərdir 0. B də bərabərdir 9'a. Çünki digəri kənar kök kimi alınır. B 9'dur. B'nin yerinə 9 yazaq. Bax, bunun yerinə 9 yazsam. İndi buradan H-ı tapa bilərik də. Hansı düsturdan H kvadrat bərabərdir M vurulsun N. Burada bir H yazsam. H kvadrat bərabərdir. M almışam 9. N isə 16'dır. H da bərabərdir. 3 vur 4, 12. Hündürlüğümüz də 12'dir. Üçbucağın sahə düsturu, bax, bu ikinci düsturdan istifadə edəcəyim. S bərabərdir. Tərəf, yəni bu tərəf 9 ilə 16'nın cəmi verir bizə 25. Tərəfə çəkilmiş hündürlük. H-ı da tapmışam 12. Bölünsün 2. Bu da bərabərdir.
2 ilə 12 ixtisar 7, 6. 6'ını da 25'e vuranda verir bizə 150. On sekizinci sual. On sekizinci sual. X plus 4 2 çıxılsın 3x minus 12 2x minus 8 bərabərdir 3. Tənliyini həll edin. Ortaq məxrəcə gətirsək, demək və yaxud da ki, buradan birinci tənlikdən 2'ni ortaq çıxartsaq, x minus 4 olur. Buradan da 3'ümü ortaq çıxartsaq, x minus 4 olur. Bu x minus 4'lər ixtisar gedir. Qalır nə? 2'də x plus 4 çıxılsın 2'də 3 bərabərdir 3. 2'də x plus 4 bərabərdir. 2'də 3'ü sağa keçirsəm 1,5 eləyir də bu. Verir bizə 4,5. Bunu elə bir sağa keçirdim də 3 üstə gələk 1,5 oldu. Bunu da vursaq x plus 4 bərabərdir. 2'ni 4,5'e vuranda 9. X də bərabərdir 5'e. 19-cu sual. A1 natural ədədlərin sayda vuruqlara ayrılışı. A 3 üstü m'dir. 2 üstü 7'dir. 5 üstü 4'dür. Bir də 11 üstü 5'dir. B'ye baxaq. B bərabərdir 2 üstü n, 3 üstü 4, 5 üstü k. EBOB verib bizə. EBOB AB. EBOB verib bizə 2 üstü 3, 3 üstü 2, 5'in kubu. EBOB bilir ki, ortaq vuruqlar hasilidir. 2'dən 7 saydadır. 2'dən neçə saydaymış ki, bax bu n'in yerinə neçəymiş ki, götürüb 2 üstü 3. Deməli, n'imiz 3 olub ki, ortaq bu sayı götürüblər. 3'dən 2 sayda götürüb. 3'dən neçə saydaymış? Deməli, m'imiz burada, bax bu 2 imiş ki, 3'dən elə 3 üstü 2, bu da 3 üstü 4. Ortaq vuruq kimi 3 üstü 2'ni götürüb. Deməli, m bərabərdir 2. 5'in kubu 5 üstü 4'dür. Burada 5 üstü k'dır. Deməli, k'nın da yerinə 3 imiş ki, ortaq vuruq kimi 5'in kubu götürülmüşdür. Bizdən m vur n vur k'nı istəyir. 3 vur 2 vur 3. O da verdi bizə 18. Yirminci sual. A parametrin hansı qiymətində a plus 4 x kubu plus a kvadratı minus 16 x kvadrat plus 5x funksiyası tək funksiyadır. Funksiyanın tək olması üçün cüt funksiyanı əmsalını sıfıra bərabər etməliyik ki, cüt funksiya a kvadrat minus 16 bərabərdir 0, a minus 4 a plus 4 bərabərdir 0. A1'imiz 4, A2'miz mənfi 4. Biz müsbət 4'ü götürürük. Niyə? Doğru cavab ki, müsbət 4. Əgər mənfi 4'e götürsək, x kubun əmsalı mənfi olar. 0 olar. Ona görə də mənfi 4'ü götürmürük. Kənar kök kümü. 21-ci sual. 5 sinus 2x çıxılsın 12 kosinus 2x funksiyasının qiymətlər oblasına daxil olan ən böyük ədədi tapın. Düsturumuza baxaq. Fx bərabərdir a sinus x plus b kosinus x funksiyasının qiymətlər çoxluğu mənfi a kvadratı plus b kvadratı, bir də müsbət a kvadrat plus b kvadratı. Burada da eyni qaydanı tətbiq edirik.
F bərabərdir mənfi kökdə 5'in kvadratı plus 12'nin kvadratı, bir də 5'in kvadratı 12'nin kvadratı. Bu verəcəkdir bizə mənfi 13, bir də müsbət 13. Bizdən də ən böyük ədəd istəyir. Ən böyük ədədimizi də 13 götürürük. 22-ci sual. Piramidanın həcminə aid sualdır. Biz bilirik ki, ixtiyari piramidanın həcmi 3'də 1 S oturacaq vurulsun hündürlük V bərabərdir. Burada da oturacağımız 7 bucaqlıdır. 7 bucaqlıdır. Bax, 3 hissə 18'dirsə 1 7 hissə neçə olacaqdır? 7 hissə neçə olacaqdır? Deməli, 3 vur x bərabərdir 18 vur 7. X də bərabərdir 18 vur 7 bölü 3. 6 və 7'nin də 42 verəcəkdir. Deməli, S oturacaq bərabərdir 42'ye. Getirək düsturda yerinə yazaq. 3'də 1 S oturacağımız 42 vurulsun. Hündürlüyümüz də verilib bizə 8. 42 ilə 3 ixtisar getdi. Qaldı burada 14. 14'də 8'e vuraq. 112. Piramidanın həcmini istəyirdi. 23-cü sual. Sual. Fx bərabərdir ax kvadratı plus bx plus c, bir də jx bərabərdir ax kvadratı plus bx plus c. Funksiyanın uyğun olaraq ABC əmsalları verilmişdir. Diaqrama əsasən cədvəl doldurun. Fx funksiyasına baxaq. Birinci növbədə fx-də a-nın yerinə 2 durur. Deməli, a-nın yerinə yazırıq 2. B-nin yerinə durur 4. B-nin yerinə 4 yazırıq. C-nin yerinə yazırıq 7. Jx funksiyasında a-nın yerinə 2. B-nin yerinə 8. C-nin yerinə isə 9 yazırıq. Təpə nöqtəsinin koordinatları funksiyanın yerləşdiyidir. Təpə nöqtəsinin koordinatlarını hesablamaq üçün M və N düsturlarını tətbiq etmək lazımdır. Deməli, M düsturu bilirik mənfi B bölünsün 2A. N'in düsturunu bilirik 4AC çıx B kvadrat bölünsün 4A. M'in düsturunu tətbiq edək birinci üçün. Mənfi B bölünsün 2A. B'nin yerinə 4 bölünsün 2A. 2 vurulsun 2. Bu da verir bizə mənfi 1. Deməli, bunun təpə nöqtəsinin apsisi mənfi 1 olacaqdır. N'i hesablasaq 4AC çıxılsın B'nin kvadratı bölünsün 4A. Demək, 56, 56'dan 16 çıxdı. 40. Arkada 8'e böldük 5. Jx funksiyasının qiymətlər çoxluğuna baxaq. Təpə nöqtəsinin koordinatlarına baxaq. Mənfi B bölünsün 2A. Bölünsün 2 vur 2. Bu da verir bizə mənfi 8 böl 4 verir bizə mənfi 2. Deməli, təpə nöqtəsinin apsisi mənfi 2 nöqtəsidir. Yeni hesablasaq 4 vurulsun A vurulsun C çıxılsın B'nin kvadratı 64 bölünsün 4A 4 vurulsun 2 bərabərdir 8. 8 və 9'un 72, 72'den 64 çıxanda
verir bizə 8. 8 də 8-ə böləndə 1. Deməli, təpə nöqtəsinin koordinatları funksiyanın -2, 1 nöqtəsidir. Təpə nöqtəsinin koordinatı -2, 1. Funksiya neçənci rüblərdən keçir? Gəlin bir sxematik təsvir etsək. -2, x-i -2-dir, y-i müsbət 1-dir. Parabolanın qolları yuxarıdır. Bax bu şəkildə. Funksiyanın qrafiki x-ə 0 verəndə y 9-dan keçir. Funksiyanın qrafiki yenə birinci, ikinci rüblərdə yerləşir. Bu şəkildə. İndi qrafikini qursaq, əgər sxematik qursaq, bu şəkildə quraşıq f(x) funksiyasını. -1, 5 nöqtəsidir. 1, 2, 3, 4, 5. Qrafik bax bu şəkildə olacaq. Qollar yuxarı, bax bu şəkildə olacaq. Funksiyanın qrafiki birinci, ikinci rüblərdən keçir. Bax bu xətti də uzatsam, birinci rüb və ikinci rübdən keçir. Funksiyanın yerləşdiyi rüb 1 və 2. Bax buraya yazaq 1, bir də 2. Dördüncü suala baxaq. 24-də 3 bucaq verib. B-yə tən böləndi. D-yə 4-dür. Bu tən böləndir. AD 2-dir. S AD'ye. Yəni bu AD'ye. Bu üç bucağın sahəsi 2 olarsa S ABC-ni istəyir. Böyük bucağı istəyir. ABC. Demək, bu bucaq bu düz xəttdən böləndi. Bu da paraleldir. Daxili çarpaz bucaqlar olduğundan bura alfadırsa da burada alfa. Deməli bərabər yanlış bucaqdır. Burada 4'dür. İndi burada 2 dənə üç bucaq əmələ gəlib. Biri kiçik üç bucaqdır. Biri də böyük üç bucaqdır. Kiçik üç bucağın tərəfi 2'dir, 4'dür. Böyük üç bucağın tərəfi isə artıq 6'dır. Kiçik üç bucağın sahəsi verib bizə 2. Bax bu kiçik üç bucağın sahəsi verib bizə 2. Böyük üç bucağın sahəsini istəyir. Biz bilirik ki, oxşar fiqurların tərəfləri nisbəti, hündürlüklərin nisbəti, medianların nisbəti, perimetrlərin nisbəti k-yə bərabərdir. Amma sahələr nisbəti isə k kvadratına bərabərdir. S1-in S2-yə nisbəti k-nın kvadratına bərabərdir. Yəni mən tərəflər nisbətini kvadrata yüksəltsəm, sahələr nisbətinə bərabər olacaqdır. İndi sahələrin yerinə kiçiyin sahəsini yazsam 2, kiçiyin tərəfini yazsam 2, böyüyün tərəfini yazsam 6. Bax, kiçiyin tərəfi bölünsün. Böyüyün tərəfi onu kvadrata yüksəldirim. Bərabərdir kiçiyin sahəsi bölünsün böyüyün sahəsinə. Bu S2 olsun da. Bu da S1 idi. İxtisarımıza aparsaq olur 3'dən 1'in kvadratı bərabərdir 2 bölünsün S2. Bu da verir bizə 9'da 1 bərabərdir 2 bölünsün S2. S2 də bərabərdir 18'ə. Böyük fiqurun sahəsi 18'ə bərabərdir. 25-ci sual. Beşinci sualda A vurulsun B, əbob AB'nin kvadratı. Əbob AB'nin kvadratı. Biz bilirik ki, əkob AB vurulsun əbob AB bərabərdir A vurulsun B hasilinə. Buradan da bax bu yuxarıdakı A vurulsun B'nin yerinə bu ifadəni yazsam, əkob yazsam, aşağıda da əbobun kvadratıdır da. Kvadratla əbob getsə, qalır əkob bölünsün əbob. Biz də bilirik ki, əkob AB, yəni eyni ifadənin
Ekobunla əbobunun nisbəti eyni ədədlərin S-yə də bərabərdir. S-yə bərabərdir. S də ortaq olmayan vuruqlar hasilidir. Burada Venn diaqramına baxsaq, misalda 3, 5 buradadır, 2, 7 buradadır. Venn diaqramından da göründüyü kimi, bax bu kənar hissələr ortaq olmayan vuruqlar hasilidir. O da verir bizə 3 vur 5, vur 2, vur 7. Cavabımız da verir 210. Bu qədər.